aprel döyüşlərində fəaliyyət göstərəndə orada bir an oldu, orada bir moment oldu. Elə bir ki, artıq atəşkəs bağlanmışdı və düşmənlə bir təmasımız oldu. İndi formamızdan başa düşdülər əlbəttə ki, biz xüsusi təyinatlıyıq, amma biz də buna hər zaman gizlətməyə çalışırdıq. Düşmən bizə qayıtdı rus dilində, yəni şəxsən mənə qayıtdı. Aprel döyüşlərinin o atəşkəs dövründə artıq atəşkəs bağlanmışdı. Qayıtdı mənə sual verdi. Dedi ki, siz yaşmasınız. Mən də qayıtdım dedim, yox, yaşma deyilik. Qayıtdı dedi ki, yox, siz yaşmasınız dedi. Və formamızı, hətta belə deyək, yaşmanın harada yerləşdiyini belə dedi. Yəni bunu deyəndə mən hiss elədim ki, bunu qorxaraq deyir. Yəni çünki onun həm səs tonundan onu eşitdim, başa düşdüm. Həm də ki, o artıq bizi tanıdığı üçün, yəni bizi araşdırdığı üçün mən bildim ki, yəni bunlar bizdən çəkinirlər, buradan bizdən qorxurlar. Adınızdan qorxurlar. Bəli, hətta qayıtdı belə bir dedi. Dedi, rus dilində dedi, "Вы серые волки" dedi. Serые volki deyəndə həm nətər deyim, özüm belə yaxşı hiss elədim. Həm də ki, o mənə serые volki dediyinə görə mən başa düşdüm ki, onlar bizdən qorxurlar, bizdən çəkinirlər. Bozqurt, bozqurt demək istəyir. Yəni bir tərəfdən də tarixi köklərimizə vurğudur. Bəli, bəli. Ona görə mən orada hiss elədim ki, artıq onlar bizdən çox qorxurlar, bizdən çox çəkinirlər. Dediyim kimi, yəni çünki səs tonu elə bir səs tonuydu. Yəni titrəyən bir səs tonuydu. Titrəyən bir səs tonuydu.